Amerika Birleşmiş Ştatlarının prezidenti İranda hakimiyyətin dəyişməsini ən uğurlu variant sayır. Yəni hesab eləyir ki, bu hakimiyyətlə danışıqlar mənasızdır. Eyni zamanda Amerika Birleşmiş Ştatlarının İranla münasibətinin düzəlməsi də qeyri-mümkündür. Həm də danışıqlar aparmaq istəyir. Və növbəti danışıqlar həftənin ikinci günü fevralın 17-sində Cenevrədə keçiriləcək. Çox güman ki, hər iki tərəf başa düşür ki, bu danışıqlar mənasız danışıqlardır və vaxt qazanmaq istəyirlər. Çünki Amerika Birleşmiş Ştatlarından artıq Gerald Ford aviadaşıyan gəmisi yola düşüb və bir həftə ərzində gəlib Fars körfəzinə çatacağı gözlənilir. İran da vaxt qazanmaq istəyir, təbiidir ki, və daha yaxşı hazırlaşmaq istəyir Amerika Birleşmiş Ştatlarının hücumuna. Danışıqlar çox güman ki, nəticə verməyəcək. Çünki Amerika Birleşmiş Ştatları 4 istiqamətdə müzakirələr aparmaq istəyir. Birincisi, təbiidir ki, İranın nüvə proqramı. İkinci, ballistik raketlərlə bağlı proqram. Üçüncüsü, proksi qüvvələrə İranın yardım göstərməsinin dayandırılmasıyla bağlı məsələlər. Və nəhayət dördüncüsü, İranda insan hüquqları məsələsi. İran son 3 məsələni müzakirə etməyəcəyini deyir. Və yalnız nüvə proqramını müzakirə etməyə hazır olduğunu bəyan eləyir. Ancaq bu hazırlıq da ondan ibarətdir ki, mən sənin şərtlərinin heç birini qəbul etmirəm. Və güya güzəşt olaraq uranın 20%-ə qədər zənginləşdirməsini istədiyini deyir. Yəni Amerika Birleşmiş Ştatları tələb edir ki, İran daxilində uran bundan sonra zənginləşdirilməsin. Nə atom elektrik stansiyaları üçün tələb olunan 3,7% təqribən zənginləşdirilmiş uran, nə də ki, tibbi məqsədlərlə tələb olunan və 20% zənginləşdirilmiş uran İranın daxilində zənginləşdirilməməlidir, deyir. İran isə güzəşt əlaməti olaraq deyir ki, yaxşı, mən 20%-ə qədər ölkə daxilində uranı zənginləşdirmək öhdəliyi götürə bilərəm və buna razılıq verə bilərəm ki, Amerika Birleşmiş Ştatları təbii ki, buna razılıq verə bilməz. Bu səbəbdən hər iki tərəf anlayır ki, zaman daha yaxşı hazırlaşmaq üçün onlara lazımdır. Görünür, bu Cenevrə danışıqları da sonuncu danışıqlar olacaq və yaxın 10 gündə Amerika Birleşmiş Ştatları İrana növbəti zərbələr endirəcək. Ancaq bu zərbələr əvvəl olduğu kimi təkcə nüvə obyektlərinə deyil, eyni zamanda dövlət qurumlarına da, dövlət strukturlarının binalarına da, hərbi obyektlərə də və digər görünür Amerika Birleşmiş Ştatlarının artıq nəzərdə tutduğu obyektlərə də endiriləcək. Və yəqin ki, İsrail də Amerika Birleşmiş Ştatlarının yanında olacaq və onunla yanaşı bu əməliyyatda iştirak eləyəcək. Çox güman ki, bu hadisələr bölgədə gərginliyi daha da artıracaq, bölgə dövlətlərinin arzulamadığı nəticələrə gətirib çıxaracaq. Əvvəlcədən İran da bəyan eləmişdi ki, əgər Amerika Birleşmiş Ştatları avia zərbələr endirərsə, onun bazalarına və müttəfiqlərinə İran tərəfindən çox güman ki, ballistik raketlərlə zərbələr endiriləcək. Çox təəssüf ki, yenə də razılığa gəlmək mümkün olmayacaq. Çox təəssüf ki, bu davranışdan təkcə İran yox,
bölge ölkələrdə zərər çəkəcək.